Hər vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Yok hele yok. Oyun geleceğe kadar. Ambus var. Ambus var. Karşısına məlumat vermək lazım. Ne deyir, ona ayrı başlayalım. Profesörümüzü gözlüyoruz. Bilirsiniz, biz ben bir acılı emeliyatı geçirmişim. Ben əsəbləşdim. Ben uca danışırdım, sesim batır. Ben biraz da size məlumat versem, ben gerek xəstəxanalıqlar. Mən sözü istəyirəm ki, bir dənə başqa ətraflı öyrənək. Sinanın irəli gəlir ki, dekabr ayında müdir əvəzimiz Aygün xanım bütün işçilərə bizim icazəmiz olmadan, oxumadan bizə ərizə yazdırdı, xitam verdi işimizə, Simaya necə ki, SMS göndərmə vasitəsilə iş saatımızı dəyişmək üzrə və 2004-cü ildən işlədiyim halda 2025-ci il dekabrın 19-da məni işə götürdü. Mən hal-hazırda bir ayın işçisiyəm. Əvvəlki işçilərimiz bizi xitam verib işdən azad edin. Hansı haqla, heç bir işçinin, hamı buradakı işçilərin hamısı. Siz ərizəyə qol çəkəndə orada oxumadınız ki, nə? Oxumadıq, tez gəl bu qarziyə qol çək, Simanda aç telefonunu, təsdiq vur. Sizə dedi ki, Sima keçid edirik. Bəli, strukturu. Onu da biz bundan əvvəlki müdirəmiz Şəlalə xanım eləmişdi bizi keçən il. Eyni variantı eləyirik deyə Daşkəsən regionala keçirib, biz əvvəl təhsil Bakıya baxırdı. Bura keçirik adı ilə bizdən təzələn bir də ərzəni o adla aldı, yalandan istifadə elədi. Biz də elə bildik ki, həqiqətən odur. Qol çəkdi ərzi, girdi simalarımıza, hamımızın iş saatımızda dəyişdi, işə qəbul olduğumuz tarixi dəyişib və xitam verib. Bugünkü gündə müəllimə yaxınlaşıb banka pul götürməyə deyib ki, siz bir ayın işçisi deyilsiniz. Bəs bundan qabaqçılar onda bazıya oturmuyor da belə başa olur. Bəli, oturmuyor. Oturmuyor. 20 ilimiz keçə gedir. Oturdu dekabrın 19-undan mənim təsdiqliydi. Onda belə çıxır ki, sizin necə ki, bağlantı bütün Xitam verib, öz başına xitam veribdir. Bütün işçilərimiz, orada çünki müqavilə bəzən tərtib olunanda orada yazır ki, bəzən tarix yerini boş qoyurlar, öz razılığını qoymuyor. Çox bir qəribə cümlə var orada. Bizə yazılmalıdır. Məsələn, mən qəbul olmuşam, 2004-cü il oktyabr ayına qəbul olmuşam, yazılmalıdır 2004-cü il oktyabr ay tarixindən 2025-ci il bu tarixə qədər işlədi və təkrarən işə davam edir. Onu ləğv edibdir özündən 2025-ci il tarixdən, tarix yazmadan yazıb bu tarixə qədər işlədi. Hamının simasını bu formadan dinləmək qabiliyyəti yoxdur, dinləmir, deyirik bunu ki, müəllimə, olar ki, insansız, səhv edibsiz, giribsiz, bilməmək günah deyil də, düzdür? Hər şey yaxşıdır, narahat olmayın. Kim girdi, dedi, hamın deyil, narahat olmayın. Bir də əmək kitabçasını siz bura heç bir qanunu belə başa düşürəm ki, burada iş birinci dəfə var, əmək kitabçamız var. Biz birinci dəfə Bəli, var, əmək kitabçamız da var. Birinci dəfə deyil, çünki biz əvvəl təhsil dairəsində adımız qeydiyyatda oldu. Sonra biz keçdik nazirliyə düşdük. Yəni dəfələrlə biz bu prosesi keçmişik ki, bizim üçün adi bir hal oldu. heç bir problem Yəni heç bir problem olmadı. Siz elə bir hal gözləmirsiniz. Yəni biz hamı kimi yenə ərzəni yazıb ki, hər simanı dəyişir. İndi təzdən qaçdıq Gəncə regional Daşkəsənə. Yəni biz bu adla həmişə eləmişik deyə bizdə heç bir problem olmuyor deyə. Yəni bu dəfə də qanun Eyni zamanda rəhbər olduğu üçün onun tapşırığına əməl edərək biz onun verdiyi işləri görürük. Rəhbər tapşırığına rəhbər hər hansı bir açıqlama verir. Biz eləmişik, heç bir problem yoxdur. Açıqlaması bundadır ki, Nazirlər Kabinetinin əmri ilə verilibdir bu. Yəni, indən sonra belə olmalıdır. Simada əvvəl nətər ki, bu əmək kitabçasının içində hansı ildən götürülmüşdürsə, o əvvəl Simada qeyd olunurdu. İndi qeyd olunmur, siz buranın təzə işçisi olduğunuza görə, təbii ki, indiyə qədər olan stajlarımız hamısı mümkün deyil. silinir, indən sonra Bərpa olunsun, bizim keçən illərimiz bərpa olunsun, belə olmur artıq. Bu liftələ xəstə adamam, bu liftələ 3 dəfə skor gəldi mənə bura. Ümumiyyətlə idarəçilik bacarma, başqa bir müəllimlə problemim var. Müəllim tərəfə durdu, qardaşı təhsil nazirliyində işləyirdi, mənə basmağa çalışır ki, sus, səsin çıxmasın.
Çıxması çox. Ağzımı açanda Elçin müəllimdən qorxusu, ağzımı açanda Tövbədən qorxusu, ağzımı açıb nəyisə Niye ben kaybettim Elçin Əlimdən qorxuyorum? dinləmir. Niyə Elçin Əlimdə yaşayım, çünkü biz xof altında yaşayırıq ki, aman Allah, Elçin Əlim gel biz işten hansı çıxalım. respublikada yaşayırıq? Bizim danışmaq Bu hüququmuz dediyiniz yoxdur. şikayətlərlə bağlı əvvəl harasa müraciət eləmişsiniz? Qayna həddi mən icazə eləmişəm. Mənim də buradan icradan təhsildən rahat mənim təhqir eləyək, təhdid eləyək, ərizəni geri götür, sakit dur. Всё, Ben de bağlı. şikayet eləmişəm, şikayetime bak. Onkoloji xəstəyəm, sağlığım, durumum imkan vermir. Dibinə qədər gedən ona 100-2-yə yığan, mənim yemək yediyim yerdə şəklimi çəkdi. Kişi xalal, mən qadını niyə çəkir? Gəlib deyirəm, deyir çəkib. Niyə? Niyə Yeməkxananın işçisi də çəkir. Burada olan bütün işlərin hamısının əmək kitabçası var. Var, bəli. Əmrlə qeyd olunub. Bəli. Nə bilməz. Bu ərzində bundan sonra Amma hal-hazırda bilirsiniz də, ərzələri də gizlətdi, yazdırdım ərzələri. Simanla sosial məlumatlarda biz Doldurulmuş vəziyyəti budur. Bu da olmuş. azad edək. Bəs mən sizə bayaq dediyim söhbətdir. Hə, Bu biz çox azad. müəssisələrdə işə girməyə əqol çəkdirlər. Bu da olur. Bu əsasən MMC-lərdə olur. Yəni dövlət idarələrində bilmirəm. Bu keçərli yoxsa yalan məlumat vermir. Bunu qol çəkdirirlər, tarixi boş qoyurlar ki, mən hazır özü keyfi istəyəndə də gəlir yazır ki, mən filan tarixdə. Elə bizdə də birinci tarixlə yazdırdı. O Sonra qəbul onların ləğv elədi, tarixi. Sonra çağırırlar sizə biraz inam qazandırır. Başqa məktəblərdə belə bir proses olmuyor. Başqa məktəblərdə vazgeçdən bu idarənin nəzdində keçirlər. Bir saatlı gəzək təzirədən geçmiş gəldik, yer gəldik. Bənzərmə, bəs burada indi bax tarixi o kimin xəttidir? Tarihin Nərmin kimdir? Nərmin Nərminənin. Siz hamınız təsdiq edirsiniz ki, bunu biz özümüz yazmamışıq. Yox, biz yazmışıq. Bizə təkid nəticəsində yazmışıq. Təkid, bilirsiniz necə? Təkid o başımıza güllədirənmir. Sadəcə yenə deyim, biz dəfələrlə bu prosesdən keçmişik deyə bizim üçün adi hal gəlir. Yəni biz onun işin bu yerə keçəcəyini gözləmirdik. Tarixi siz yazmışsınız bura. Tarix yazmışıq. Bəs özünüz yazdırıb yoxsa nə vaxt sözləri? Yok. İcazə verin bir şey deyim. İcazə verin bir şey deyim hanım. Bizi təhdid Axşamlar- edən maaş keçməyəcək bu ərizənin yazması. Axşamlar- Fevralda yazdırdı bizə. İcazə ver. Akşamdan müəllim qrupuna səs attı və yoldaşlar sabah kimin dərsi oldu, olmadı. Sabah saat 1'ə qədər hamı simadan keçməlidir. Dərsi olan olmayanın nəzərinə hamı gəlsin məktəbdən keçsin. Mən də 7-ci saatdan qutarırdım. Arada gəldim, dedilər ki, yox, hələ təsdiq olunmuyor, nə. O proses tam təkil. Biz məktəb açılmıyor program bizim üçün. Mən 3'ə 10 dəqiqə gəlmiş. Görürsünüz xəstəyəm. Ürəyim əmək keçirmişəm. Səsim batır. Gəldim dedim müəllimə. Mən gəlmişəm. Evə gedim, getməyim. Səs atıbsan ki, 1'ə qədər. Təzdən mən oturtdu məni. Təzdən dedim müəllimə gözləyin. Ora zəh vurur soruşur. Bura zəh vurur soruşur. Ora zəh vurur soruşur. Bu adamın bir şeydən başı çıxmır. 3 aydır hamı bunu təsdiq edir. 3 aydır məktəbin coğrafiya müəllimi, məktəbin fizika müəllimi, Mabrə su verin. İstirsə olsun. Məktəbin fizika müəllimi oturur yuxarıda, qabaqlarında çay, kim məndən incir, dünəndən incisin. Qabaqlarında çay, dərslərini keçmirlər. Uşaqlar gəlir. Afət müəllimə, mənim adım Afət Mansurova. 39 ildir burada işləyirəm. Afət müəllimə, bizim müəlliməmiz yoxdur. Niyə? Bir gələk yanınızda oturaq mı? Deyirəm, gəlin oturun. Mən seçkidə də işləyirəm. 87-ci ilin sentyabrın 9'una burada işləyirəm. Mənim köynə iş yoldaşlarım bilir ki, mən 3 gecəyə məktəbin təzədən bərpa olunması üçün 3 gecəyə 500 metr pərdəni tikdim ki, buradan mən evimə çörək yaparım. Başa düşürsünüz? Seçki yox. Şəlalə müəllimə təzə gələn vaxtı. Mən özüm Rus İngiliz. Əlimizə kras qaldıq. Şok qaldıq. Məktəbə düzəldik, üzr istəyirəm. Məktəbin tualeti işləmirdi. Rəhmətlik. İsrafil müəllim əlinə süpürkə oranı təmizlədi. Xatırlayarsınız. Üzr istəyirəm. Birinci mərtəbədə kanalizasiya qaldırdı. Bax, o gün də deyirəm, Agün müəllimə, mən nə dedim? Mənə dəxili yoxdur. Dedim, müəllimə, məni dinlə. Mən əməliyyat keçirmişəm. Barmağım, ayağım şişir, ayağım şişir. Mən bir dənə
bir dənə iş görənmirəm. Bax, o mənə qədər olur. Dedim, mən yaşamaq istəyirəm. Adamı dinləməyi yox. 3 ay uşaqların dərsi boş keçdi. İndi mənim cədvəlimə baxın. Ürək əməliyyatdan keçən adam. Əməliyyatda cəmaatı 3 gündən sonra buraxılar. Məni 9-cu gün beynəlxalq edimlə buraxdı. Vəziyyətim çox ağrıydı. 1-ci gün 6 dərsim. 2-ci gün 2 dərsim. 3-cü gün 6 dərsim. 4-cü gün ağzımı yummaq üçün istirahət, sabah mənim istirahət günüdür. 5-ci gün gəlirəm, 4 dərsi deyirəm, bir dərs gözləyirəm ki, buna məktəbə dastavka eləyən, kabab yedizdirən, duvarının kofi dersilər, nə zibil-zibil üzrüsən ifadəmə görə. Privatnom. Yeməkxanaya çevrilir, təhsil ocağına. Privatnom eləyirlər, bu adam oturur. Axırda düğün dedim, ay bala, mənim bu cədvəlimi niyə bugünə qoyursan? Get qoş tez, belə görüm içəri girdi qoçu kimi. Burada herkes öz yerini bilsin. Dedim, mən öz yerimi çox gözəl bilirəm. Hamı da mənim xasiyyətimi gözəl tanıyır. Mənlə yazıqlanmıram, hər şeydə olduğu kimi deyil. Bu adamın idarəçiliyi sıfır. Biz bir adamla işləmək istəmirik. Bir dənə zəhmət olmasa, haqqımızda Müəllimə getdi, banka yaxınlaşıb bir götürməyə, deyib siz təzə işçisiniz. Bir müəlliməmiz də bu ülkəni çıxmaq istəyir. 5-6 ildir təzə Xəyr, neçə il işləyirsən? 7 Sizin əmək kitabçanız var. Var, hamı da var. Əməkdə yazılır. Bəli. Əməkdə yazılır, toplanacaq işlər yazılır. O əmir kitabı hələ o sadəcə olaraq bu ərizələrdədir. Ərizələr aktlaşdırılıb əmir kitabında hələ yazılmışlar. İndi hər kəs elə bu rəqəmsal testləri orası düzdür. Amma bizim də stajlarımız, bütün stajlarımız hal-hazırda mayqolumuza gələndə hamısı orada görür. Orada var. Simada göstərilir sadəcə olaraq. Bilirəm, simada görürəm, amma bazada varsa, o demək ki, siz stajlarınız. Bəs sən şu sistemlə baxırlarsa, niyə bankdan deyirlər siz təzə Sizə sima ilə baxdılar sisteminizə. Marqovla. Marqovda göstərmir sizə qabaqlar və yaxud 5-6 gün. Mənə göstərir, yeni işçisiniz. Siz hələ 6 gün. Məndə də elə dedi, səhv online banka müraciət elədim. Dedi ki, siz təzə işçisiniz, 21 il Başqa bir maraqlı məqamda çıxır ki, bəs mənim əmək kitabımda yazılan, əmək kitabçamda yazılan əmək hara getdi, o stajım hara getdi. Kollektivin də bir şikayət. Və bizim şikayətimiz Staj verildi, imza çəkdi, o başqa məsələdir. Yox, amma yəni yazılmıyor heç yerə. Sadəcə olaraq belə ərzəsi. Onda belə çıxmışda sadəcə kitabları yazıb arasını almaq, o verməyim. İndiyə qədər kimlər ki işləyir, bax bu ərzə yazılana qədər. Hamı stajı, ili, tarifi orada qeyd olunur. Bir də işə daxil olma tarifi var. İşə daxil olma tarifi qeyd olunur. Tələb edirik ki, sən Üsman nədir, Mayqol nədir ki, biz neçə dövrdə işləyirik. Tələb edirik ki, en azından buna düzəltsinlər. Deyil, mənlik deyil, yuxarı olur. 2001-dən işləyirəm, 2004-dən Sən maddə ilə Söhbət ondan gedir ki, əmir stajdaşı bazı işləməkdir, söhbət ondan gedir. Mən 92-ci ildən işləyirəm, qədənamı 2006-cı ildən göstərirəm. Niyə? Problem ondadır ki, Yəni, sabah sigorta sahəsi hissələri var. siz harada işləmişsiniz? Mən də 2093-dən Şəmkirdə işləmişəm, 2001-dən də burada işləyirəm. İndi o günlərim girib baxıram ki, 2006-cı ildən göstərirəm mən işimi. Sigorta bazamız var, sahəsi var, tulaylı. Nə maraqlansınız? Yasin hele cevap versin ondan sonra. Niye bu günden üstüne gelmişsin? Saat 11'de geldi, saat maşında durur. Nazlara
evə gəlmir. Gələndə zamandan da baxmıyor. Bilirsiniz ki, müəllimlər onun işini görürdü, siniflər boş qalırdı. Ha. Sən deyirəm də, danışma. Oy, burs dərs saatında uşağın birinin qolu qırıldı, birinin qıçı qırıldı. İndi mən bu icmarıma başa düşmədim. Zamanı yığıb oturdu, siniflərin qarşısına qalır. Getdim, dedim ki, uşaq tutulacaq, tutulacaq. Dedi, sənə nə? Qırılmaz. Dedim, mən uşağı fikirləşirəm, müəllimi fikirləşirəm. Uşağın birinin başından tükəyisiyorsa, birinin qolu qıçırırsa, biz burada məsuliyyət taşıyırıq. Hamını yığdı dərs saatını görə. Məktəbə şeydir, kitabxanaçı məktəb müəllimi olur, həm fizika müəllimi olur, həm kimi müəllimi olur. Sinifə yəqin gedib baxdılar da ki, nəsə qoy gedib baxdılar. Sinifdə müəllimə var. Sən yenə Onlar sinfi yoxlamaq gəlirlər, Sinifdə müəllimə var. Cavab almış bildirir. Heç nə sizi boşda çıxarmaq üçün bilirlər. Müəllim iş vaxtı Görün aylarla uyanda işləyəndə nə var? Haradaydın sinifdəki müəllimlər? Dərslər boş ol ve 3 saat sonra dərslərimiz. Kameralar subutdur. Bu dəfə fırlasın kameralar. Hamısında kitab şey verirlər. Ayşəni. Mənim. Hamısında Ayşəni verirlər. Ayşə müəllimlərdir. Kitabxanaçı həmdərsi. Həmin. Özünün üstüne kilime falimeler gidip belə dərsə. İndi biz nəyi gözləyirik? Yəni gedərsiniz bir dərs. Gəlməsiniz. Nəyi gözləyirik burada? Sınıfda oturup bizi gözlüyor. Gözləyiniz be. Bu qoy gözləri gələcəkdə Bura yəni onlar bizi işə gəldirildi. Biz burada ərizəmizə xitam verildi. Ərizəmizə xitam veriləndən sonra bizi təzədən bu müəssisə işə götürdü. O da bizə deyilir ki, artıq biz milli işçisi sayılırıq. Yəni biz yenidən buraya gelib millidən imtahanına keçməliyik. Bu görsün nə deməkdir? Milli hansı səviyyədə məşğulluqdan deyilmək. Milli hansı səviyyədə özünüz yaşayabilirsiniz. Milli imtahan verməkdən ötürü nə qədər əziyyət çəkirsiniz. Az bağlıqdan gəldim. 6 il daxil mən burada işləyirəm. Nəyə görə mən milli imtahan verməliyəm? Nə deməkdir? Hamı gəlsin, Şimdi sən olmayanlar da gelsin ben. Bizim düzümləri, siz də müəllim işləyik bu uşaqlarda. Mən deyirəm, müəllimin dərsi olan müəllimlər keçsin dərsə, idarənin, məktəbimizi, mən mahallədə ay sağ olun, mən də deyirəm ki, sizin dərsiniz var idi. Ay sağ olun, sizin dərsiniz yoxdur, xanımın dərsi yoxdur. Yok, istediğiniz ders olmayanlar Bundan yani sinif müəllimləri həm müəllimlər, həm də şəklimiz yox. Siz kollektiviniz yox. Şey diyor, biz kollegalarla rahatımız birimiz. Siz ben ne değilim, bu asıl. Siz ona hamısını yapın. Dersi olanlar ama dersi. Hani sen işler işinde biz dedik ki, müəllim izah etdi. Yox, çəkiliş olmayacaq.